Hə. Buna baxın. Bu da ayrı bir kitabdan götürmüşəm nümunə üçün. Uşaqlar x minus 1. X'e 1 verəndə sinus 0 olur. Burada da 0 olur. Deməli bu 0 bölü 0 varsa hocam burada siz nəyi yaza bilərsiniz? Laptalı. Törəmə biləndə tez-tez yazacaqsınız gedəcək. İndi törəməsiz necə yazıram? Törəməsiz belə yazıram. X minus 1'ə bir dənə t deyirəm. Onda x nəyə bərabər olur? Belə eləyək. Bu əvəzləmə ehtiyac yox. Bax. Uşaqlar x minus 1. X'in yerine 1 qoyanda 0 olduğuna göre. Burada da x minus 1 olsa o görkəmli limitə göre 0 bölü 0'a göre bunun limiti nəyi verirdi? 1. 1'i. Çünki eyni şeydir. Ona göre bu məxrəci indi müxtəsərlə vurğulara ayırıram. Bu qalır belə. İndi bax bura 1'dir. Bura. Bəs x'in yerine 1 qoyanda bura nədir? 2'dir. Deməli buna qaldı cavab. 1 bölü 2. Amma törəmə ilə sinusun törəməsi kosinusudur. Mürəkkəbliyə görə x minus 1'in də törəməsinə vuranda elə eyni özü qalacaqdı. Yəni 1 qalacaqdı. Bu aşağının da törəməsi 2x idi. İndi x'in yerine 1 qoy. Olur kosinus 0 bölü 2. Kosinus 0 da 1'dir. Cavab qalır 1 bölü 2. Bu L'Hopital limitin çox-çox çətin misalların ən asan üsulundan həllini verir. Amma gərək törəməni biləsiniz. L'Hopitalda nə vaxt olacaq? 0 bölünsün 0'da. Yəni x'in qiymətini aparıb yerinə qoyanda 0 bölünsün 0 alınanda olacaq.